Herkese salam, kanalıma hoş gelmişsiniz. Blogger Anişan Quliyeva sosyal medya hesabında izleyicilerin suallarını cevaplandırıb. Anişan Quliyeva həmçinin anasının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Anişan kövrəlib, Aybəniz xanım isə görün qızına nələr arzulayıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb. Dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Mamuləm, demək istəyirəm ki, səni çox sevirəm. Ay sənə qurban olacaq. Mən də səni çox sevirəm. Yaxşı ki, varsan. Sən mənim bütün həyatımsan. Ayo, kövrəldim. Mən indi məni çəkirlər, dedilər həyatında olan ən önəmli xanıma zəng elə bu sözü deyim. Mən də dedim sənə deyim. Ay sənə qurban olum. Ay Nişan. Sən mənim həyatımın bütün özüsən. Bunu bil. Bu dünyada nəfəsim gəlirsə o sənsən. Əssalam. Öpürəm səni. Əşim. Ağlama. Öldürərəm səni. Ağlama. Sənə qurban ol. Eləmə. Ömrüm günüm sənə qurban olsun. Sənə bütün varlığım qurban olsun. Maya radnaya. O qədər gözəldir ki, inanırsınız dünəndən baxıram doymuram. Onu da qeyd edim ki, çox ağırdı. Gördüyünüz bu marka Almanya və Koreyada istehsal olunur. Tezliklə daha yaxından tanış olacağım. Düzdür, bir neçə rəfiqəm inanırsınız tərifləyir, bitirə bilmir tərifini. Amma mənə də çox maraqlı idi ki, görəsən necə bir məhsullardır. Düşünsək, Almanya və Koreya hər ikisi sırf özünə qulluq vasitələrində mənim fikrimcə ən güclülərindən sayılır. İndi bunların ikisinin birləşimi görün necə möhtəşəmdir. Mən sınayacağım tezliklə və sizinlə də fikirlərimi bölüşəcəm. Elə bu sözü deyim, mən də dedim sənə deyim. Ay sənə qurban olum. Ay Nişan. Sən mənim həyatımın bütün özüsən. Bunu bil. Bu dünyada nəfəsim gəlirsə o sənsən.